Salam aleykum. Əl-Bəqərə surəsi 109-cu ayədə deyildiyi kimi, kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra da həsədləri səbəbilə imanınızdan sonra sizi küfrə qaytarmaq istəyər. Elə isə Allah öz əmrini göndərənə qədər onları əfv edin və qınamayın. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Bu ayə bildirir ki, bəzən insanlar qarşısındakının doğru, yaxşı və haqq üzərində olduğunu bilə-bilə onu qəbul etmirlər. Bunun səbəbi isə həsəd, paxıllıq və qəlbin qaralmasıdır. Yəni, sən yaxşılıq edirsən, düzgün davranırsan, səmimisən, amma qarşı tərəf yenə də sənə qarşı içində narahatlıq, kin və paxıllıq saxlayır. Problem səndə deyil, problem onun qəlbindəki həsəddir. Allah bu ayə ilə öyrədir ki, hər kəs yaxşılığı sevmir. Bəziləri başqalarının nurunu söndürmək istəyər. Çünki öz qəlbi qaranlıqdır. Belə insanlara görə insan yolundan dönməməlidir. Ayənin verdiyi mesaj, sən doğru yoldasan deyə, hamı səni sevəcək deyə bir qayda yoxdur. Əsas olan Allah qatında doğru qalmaqdır. İnsanların qəlbində yox. Allah cümləmizə hidayət eyləsin.